Dəri qaşınması nəyin əlamətidir? Əslində bədəndə xüsusi qaşınma nöqtəsi yoxdur. Sadəcə zəif qıcıq ağrı kimi qəbul olunur və biz bunu qaşınma kimi hiss edirik. Bu yalnız dəriyə deyil, bəzi selikli qişalara da aiddir. Amma qaşınma hər zaman sadə səbəbdən olmur. Bəzən qan xəstəlikləri, qaraciyər, böyrək, mədə-altı vəzi və ya mübadilə pozuntuları da qaşınmaya gətirib çıxarda bilir. Ona görə uzun müddətli qaşınma mütləq ciddi qəbul edilməlidir. Qaşınma iki cür olur. Bütün bədəndə yayılarsa ümumi, tək bir yerdə olarsa lokal adlanır. Lokal qaşınma əsasən qurd və iltihabdan, ümumi isə qocalıq, günəş, qida, dərmanlardan qaynaqlana bilər. Hər iki qaşınma növünə parazitar xəstəliklərin, məsələn qoturluq, pedikulyoz əlamətləri rast gəlinə bilər. Səbəbindən asılı olmayaraq qaşınan insanların çoxunda dəridə səpkilər olmur. Amma insan qaşıdıqca izlər, qabıqlar əmələ gəlir, dırnaqlar qalınlaşır. Uzun sürən qaşınma həm də yuxusuzluq və əsəb gərginliyi də yaradır. Ona görə də səbəbi bilməyən və uzun müddət keçməyən qaşınmanı göz ardı etməyin. Vaxtında müayinədən keçmək vacibdir.